Göstərim yoxsa yox? Görmək istəyirsiniz. Diplomlarım çıxır qabağıma. Kız alimdir, alim. Tapdım deyəsən. Tapdım. Bax dostlar, mənim zaksım. Bu mənim zaksım. Zaksdan sonra bunu aldırdım. Alınan qalır. Buna deyirlər, nə deyirlər o zaksdan sonra? Siz yaxşı bilərsiniz. Güya sizdə çatır elə. Ağlı olan ora nöqtə qoymaz. Ağlı olan gül qoyar, gül. Mənim izləyicilərimə baxın, görün. Necə özüm kimi alimdirlər, alim. Sərf eləmir sizə. Niyə ki? Zaksla gedin ərə. İşin şirin dilinə inanmayın. O deyil Ləman xanım. Öpürəm səni. Əvəz bəy, çox sağ olun. Ay, çox sağ olun. Çox sağ olun. Yox, o set mənimdir. Boynumda da göstərim yaxşı. Şəkildə gördünüz də. Bax, Raw Gold səhifəsindən almışam, bax. Raw Gold. İndi bax, bunu mənim boğazımda görəsiniz. Bax. Ay Allah, görən silmişəm. Telefonumu yaddaşlı olmuşdu. Yo, bax. Mənim zaten çox milyonlu izləyicilərim mənim əzbər bilirlər geyimlərimi. Məni təbrik eləmədiniz təzə evin münasibətilə. Yazın təzə evin mübarək. Xeyr ola. Sizə mən burada vaxtımı, zamanımı sərf edib sizi bir doğanlar aləminə səyahət elətdirirəm. Göstərirəm bu saat dayanı. Elə. Bax, bu mənim seplərimdir. Görürsünüz, burada tapdınız həmin sepi. Tapdınız burada. Tanıdınız burada. Bu həmişə Titanikdir də, taxıram. Bu da bəyəxki sepdir, bax. Gördünüz. İndi bir doğan səhər geyib ondan alacaq. Ay Allah. Mən Gürcüstanlı ərə gedirəm. Bu da gedir Gürcüstanlı oynaş tapır. Az. Mən ərə getmişəm. Aksımı da göstərdim. Sən də oynaş tapırsan. Biri dədəsinin gözünü çıxardır ki, qoy buna da kör oğul desinlər. Buna da kör oğul demirlər. Kör kişinin oğul deyirlər. Kölü qoyun başı. Allah'tan niyə qorxum ki? Allah'tan piş doğan qorxsun. Xalqın arvadını göz yaşlı qoyubdur. Bunlar da səydi onu yazanlar. Allah'tan pişi doğan. Mən qanuni ərə getmişəm. Qanuni uşaq doğmuşam. Mənə deyir Allah'tan qorxursun. Nə araq? Piş doğaq. Səydə. Hiç bilirsən nə yazırsan? Bu çay qaşığına nə deyirlər Rusça? Siz bilərsiniz Rusça. Çay qaşığına çayla loşka da yəqin ki. Da? Ne? Loşka bilirəm. Çayla loşka da. Çayla loşka da. Desert ne olur? Desertlə tort yemək olur. Bəlkə bir desert də kökələcəm. Səhərə bir partlayış paltara aparıram. Biraz kökəlsəm paltar olmayacaqdır. Hələ təzə dəmalı be. Və deyir də spam eləyəcək. TikTok'un rəhbəri mənim fanatımdır. Bu da səhifəmdədir. Gördünüz? Başım nətər işləyir. TikTok'un rəhbəri özü şəxsən mənə qulaq asır. Avtomatik qulağında aparat var. O Çin dilinə zada
tərcümə olunur. Kitay dilinə tərcümə olunur. Qulaq as. Buradan sənin privetstvi. Nə yaxşı. Siz hələ mənim qədrimi sonra biləsiniz. Mənə yazmısan Şuşka. Nə olar ki? Qoy mən Şuşka olum. Zato Bicdoğan deyiləm. Qoy olum Düzdoğan. Şuşka yaz. Nə istsən yaz. Mənim zato alnım açıq. Alnım demiş. Çolkamı təzə kəsmişəm. Necədir? Bir dəfə Bicdoğan mənə yığdı ki, ölürəm sənin çolkan üçün. Harda kəstirirsən? Biraz ekranımı tıklayın. Yekə adamlarsınız. 3000'ə çatın dalını danışacağım. Dəhşət söhbət. Kısaca. Gedib mənim o gün ayağımdakı sapaşkıdan axtarır. Tapanmazsan ay qız. Sən mənim sapaşkımla giyinə bilərsən, mənim kimi yeriyəmləsin. Amma sapaşkımla tapanmazsın. Deyə bu quzu sapaşkısı. Afət Fərman qızının quzu sapaşkısı var. Göstərim. Üzr istəyirəm hamınızdan. Görmək istəyirsiniz. Görürsünüz. Görürsünüz. Hə, bu quzu sapaşkımla istəyir. Məndən üzr istə, sapaşkımı bağışlayayım sənə. İnanmırsınız, siz. Mənim evimdə gümüş patstakaniklərim var. Çəkilişdə, verilişdə mənim süfrəmə baxıb, gedib şeydən dəmir şeyləri alıb gətiribdi, bu alüminyum. Başı çıxmıraq ki, bu Çerni deyirlər özdə, məndəkinin adını. Müharibədən əvvəlkilərdəndir, Korona. 41-45'dən də əvvəlin qablardı məndəkilər. Onu 3 ildir yazırsınız da, mənə lazım onda gəlirəm, toyumu da elədim, qayıtdım, gəldim 10 dəfə. Siz narahat olmayın mənim yerimə. Mən bu dekora gəlsəm, bura yerə pulu səpiblər. Pulu it qurt yığacaqdır. Mən tırkalamaq istəyirsiniz ki, mən işimi gücümü buraxam, duram, qaçam, gələm. Pulu da Bicdoğan yığsın. Keçəl suya getməz. Birinci Hacı Mamet qoymur. Bu dəqiqəni getdir. Otur. Svobodna. Hadi. Buyurun sizin kimi gözəl qonaqlar. Çaşka burada belədir. Bunlar ən bahalı restorandır. Kстати, efirdən mənə deyirdilər ki, 10.000 verirəm, gəl. Yalandan. İnsan verdiyi sözü yeməməlidir. İnsan dediyini eləməlidir. Vermədi. Genəlmək lazım deyil. Allah, nə gözəl dadır. Bunu içəndən sonra mən o mən deyiləm. Çay, limon suyu. Limonludur, Allah'ın olsun. Baxın içində kim limonu görür. Limona baxın, Qur'ana and olsun. Nə elə bilərsiniz? Limonu gördünüz. Bu niye böyle fırlandı? Fırlandı lan bir ana. Все, tamam. Limonu gördünüz. Can, mənlə inşallah. Limondan çox turşu xiyarı oxşadı. Düz deyirsən, niyə? İmbir var ya, imbir. İmbirə Azərbaycanca nə deyirlər? Yaşı Ruska yazışına ya. İmbir. İmbirin adını yazmıyorum. Hə,
özü də dostlar, mən canlı açan kimi deyilənə görə Vicdoğan canlı açır ki, mənə baxan azalsın da pərt olub. Deyir, aparıcılar ucu təqdim eləyəndə çaşıb deyirlər, indi də dəvət eləyirik. Vicdoğan, üzr istəyirəm, filan kəsi. Ayda. Zəncəfil. Spasibo. Spasibo. Mənim sapaşkımdan axtarır. Quzu sapaşkımdan. Əlimdən öpərsən, bağışlayaram səni. Mən əslində ona köməyəm. O Gürcistanlı gədə, sən o pingvinin heç əlinə stöhməyə yaramır. Gedağının başına yığ. O Gürcistanlı gədə nə mənada? Gürcistanlıları öpürəm, mənim öz həyat yoldaşım da Gürcistanlıdır, sevirəm. Amma məhsində hər yerin yaxşısı pisi var. Məhs o gədə var, o kəpənəkçidən olan gədə. O it yalancısı, dostlar. Bu Vicdoğanı alladı. Vallahi alladı. Elində belə kley eləyir gədə. Şirin çayla çolqasını zadı belə eləyir. Külü qoyum sənin başı. Çox sağ ol Nərmin xanım. Minnətdaram sizə. Oy da 133 min olmuşam. Ay aman, 133 min adam baxır mənə. Buradan Amerikadakı fanatlarımı da öpürəm. Təranə xanım yatmış olar. Nə üzəb yatıb? Yazıblar ki, bəli. Kişi atalıq verməyib, familiyə verməyib. Bəli. Əlbəttə, yersə çoxdan gözümüzə dürtərdi. Boyları çatdıra bilmir. Məndən ötürü Allah'ın olsun toyun vaxtını dəyişirlər ki, sən açan boşsan. Görmürsünüz, görmən kəndə nə bələd. Öpürəm buradan Rusiyada yaşayan Azərbaycanları. Axır ki, mənimlə razılaşdılar. Onu, o Vicdoğanı tanımayanlar gətirir toya. Başqa millətlərdən var. Onlar bilmirlər. Onlar bilsələr, o dildə danışa bilmirəm. O dildə gərək öyrənəm, o dildə də öyrənəm. Onlar da. Bəx qabağıma bir videosu çıxdı. Mən onu istəyib deyirəm. Dişlərini çox eybəcər düzəldiblər. Onun diş düzəldəni Allaha and olsun. Yalan danışanın, bax bu qənf kimi gözüm ağarsın. Onun diş düzəldəni bir dəfə reklam eləyəndə görmüşəm, qabağıma çıxıb. Nədən bildim? Şoka düşdüm. O diş düzəldən Asif Məhərrəmovun prodüseri idi. Oğlumun canından da olsun. O bir də gördüm diş düzəldir. Yaxşı oğlan deyə özü bilər. Mən onun oğlanlığına bir şey demirəm. Normal insandır. Mənə də pislik keçmir. Yəni elə buradan sual verirəm, adını çəkmirəm. Sən bizim evə Asif Məhərrəmovla gəlmişdin çəkilişə, Ayzavrın verilişində. Asifin yanında prodüser kimi, menecer kimi. Bir də gördük diş düzəldirsən. Menecerlikdən diş düzəltmək, menecerlərin içindən yaxşı diş düzəldənsən. Ay Allah. İmbir məni bilirsiniz neynədir? Mamet demiş, dərrətdir. Çox sağ olun, ürəklərə bax, mənə hamısı ürək atır, bəh. Ay aman. Ay aman, öpürəm, sizi öpürəm. Bax, bir dənə sual verəcəm. Vicdoğan necə qız, necə xaladır? Bir dənə yazın. Başım qatarsınız, gecikərəm. Bez makyaj gözələm, bilirəm. Mənə həmişə deyirlər, sən makyaj elə. Rəhmətli anam həmişə mən yuxudan qalxanda deyirdi, toya niyə belə getmirsən bunu? Özün deyir, o kosmetika ilə niyə pis günə qoyursun? Bilməm. Çox sağ ol. Ürəklərim, bəh.
Afət xanım, siz çox səviyyəlisiniz, çox sağ olun. Afət ürəkdir, afət yekdir. Afət xanım, hara gedir? Afət həyat, afət həyat. Yəni ürək demək, nə biləsin. Afət, afət, afa, ürək, oy, öpürəm sizi. Mis afət, mis Azərbaycan. $170-40, 2000. Остальные чаи. Спасибо. Пожалуйста. Хорошо. Пожалуйста. 50 manat, 40 manatlıq zavtraq elədim. Halal xoşum olsun. Afət. Afət. Ürək yazır. Ay Allah, ay Allah, afət. Həyat, afət, həyat. Ay Allah, ay Allah, afət gözəl müğənnidir. Bir yazıb afət paxıldır. Ay Allah, ay Allah. Məndə paxıllıq yoxdur. Ona görə mən anormalam. Ki, paxıllıq yoxdur. Çox sağ olun. Oca bu mənim həyat yoldaşım Mamit demiş, dərrətdir. Deyirəm, ay Mamit, deyirəm, tərrətdir. İndi hər yerin bir ləhcəsi var da. Afət ürəkdir, afət ürək. Bilirəm canım, mən də bilirəm ürəyəm. Düzünə afət yazıblar. Çox afətlə düz verilişi, bəli. Afətlə düzgünləri bilməlisiniz, bəli. İndi o mənim ürəklərim, bir dənə yazın görüm. Bu bir doğan. Düz yoldadır, səhv yoldadır. Sizə görə. Görüm indi nə qədər mənimlə eyni fikirdə olanlar var. Yazın görüm. Afət gözəldir, afət. Hər tərəfli gözəl xanım, təbii, estetiksiz, yeganə müğənni Afət Fərman qızı. Allah məni tanırdınız. Səhnədə yek təbii müğənni. Sizi sevirik. Xalq sizi sevir. Çox sağ olun. Mən də xalqı sevirəm. Öpürəm sizi. Məni mən eləyən sizsin. Çox sağ olun. Çox sağ olun. Bir doğan deyir, səhv eləyir. Çox sağ olun. Afətlə çıxış yolu verilişindəyik. Bəli, bəli, bəli. Burada da sulu salfetkalar var. Yolda da mənə həyarətə lazım olacaq bunları. Can, öpürəm sizi, afət ürəkdir, afət ürəkdir, afa ürək, afa. Ay canlarım mənim. Bəli, bəli, Ceyhun stomatoloq. Siz çox gözəl stomatoloqsuz. Qismət olsun. O Bicdoğanın eybəcər dişlərini sizə düzəltdirək. Biz də belə gülürük. Heç gülə də bilmirik. Az afətdən gülüş öyrən. Afətdən düz doğmaq öyrən, afətdən dübbələm düzərə getməyi öyrən. Belə olmaz axı. Afətin sapaşkısından axtarır. Ay, stomatoloq Ceyhun bəy. Bir sapaşkı giymişdim o gün, quzu, adı quzudur. İndi birazdan bir də göstərəcəm yeni qoşulanlar üçün. Gedib ondan axtar. Sən buna gücün çatar. Sapaşkı, bir dənə məndə. Yavaş yavaş için çok istiləndirdi. Öpürəm siz bir tanələrim, bəhbə, tovuz gözəli, çox sağ olun. Həm də mən Təbriz gözəli. O Təbrizin maralı mahnısı mənə yazılır. Əl çəkin bir doğandan, xeyr, kişinin sözü bir olar. Təkrar biliyin anasıdır. Siz niyə əl çəmirsiniz? Hər səhər yeməyi yeyirsiniz. Çörək yeyirsiniz hər səhər. Yeməyin də. Niyə yeyirsiniz? Eyni çörək, eyni siz. Nəyə görə yeyirsiniz? Görürsünüz? Özünüzü sərf eləyəndə də demirsiniz. Bu da mənim ehtiyacım. Bir yazıb qəşə yazır ki, o bizim ehtiyacım. Bu da mənim ehtiyacım. Bu mənəvi ehtiyacdır. Siz bunun adrenalini bambaşqadır.
10 il danışacağım, söz vermişəm. Çox sağ ol, öpürəm. Afət ürəkdə, afət. Bilirəm də ürəyəm canım mənim. Nə oldu nöqtə atanlar? Təzə şeir yazmışam, biraz yığışım. 150 kimi, 200 min olan kimi şeiri deyəcəm. Təzə şeirimin adı Bicdoğan itim. Bicdoğan itim. Özüm yazmışım. Bicello, Bicello. Təzə söz gətirmişəm dilimizə. Bicello. Necə, xoşunuza gəldi? Hə, mənim də bir çıxışım olur. Dedim ki, bu bici kimi alacaq. Nə desə yaxşıdır. Deyib bir dənə türk tapıb verəcəm. Əlim üzümdə qalır. Türkə nə olub ki, türklər bizim qardaşımız? Niyə öyle söz deyirsən? Ya deyib İranlı tapıb verəcəm, ya türk tapıb verəcəm. Yəni, yəqin bu nöqteyi nəzərdən ki, tam tanımaz. Ölməmişəm ki, özüm tanıdacam. Allah düzlərə bəla vermir. Allah mənə bəla versəydi elə, mənə deyərdi, git Bicdoğda, ağlım alardı əlimdən, dədəm yaşda kişi ilə. Dədəsi yaşda kişiyə bədənini satıb, pozğunluq, əxlaqsızlıq edib Bicdoğub. Qardaş da peysər atıb yaşayır. Belə yaşamağa nə var? Niyə? Bicdoğan məni ona buna ətir alıb, orada burada söydürə bilir. Mən pulumu əziyyətlə qazanıram. Hazır özüm burada deyiləm, özüm kitab dilində söyüb də eləmirəm, olanları danışıram. Nə qəşəng daha. Atalar deyir, ən gözəl gülən sonda güləndir. Bu cümləmi yadda saxlayın. İndi gedirəm uçmağa. Sizdən küstüm. 200 min eləmədiniz məni. 200 min elədiniz, yoxsa yox? Bax. Fufilfil o, fufilfilin. Amaravati, Chandrika. Ay mama. Az qaldı. Bugünkü paltarımı bəyəndiniz. Qara paltarım. Hə, Surgut salamlayıram. Follo bakın, çoxlu follo. Ekranımı da tıklayın. Bu Bicdoğanın arzusu ürəyində qalsın. İstilik gəldi. Hə. Bəh. Allah, sabah mebel gələcək. Hə, dostlar, nətərsiz? Nə yazıb? Nə yazıb ha? Kimdir padruqa? Mebel gəlir. Yox, təzə evə, təzə mebellərdir. Kiraya verəcəm.
Ev xəstəsiyəm də, ev xəstə. Adam var onun bunun ərinə tamam düşür. Mən də mebel, mənimki mebel. Qab, qacaq. Və kimlə danışılmalıdır ki? Məni deyirlər. Saat neçə oldu? 8. Durum yavaş-yavaş gedim, öpürəm sizi. Ürəklərim mənim. Ürəklərini yatırtdıq. Bəh, 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 bəh. Adım bilirsiniz düyündən nədir, xahiş edirəm. TikTok adım. Akula Afət. Necə səslənir? Xoşunuza gəlmirsə dəyişim. Gəncəyə də salamlar. Gəncə mənim ən sevdiyim şəhərdir. Ən sevdiyim şəhər. Niyə? Gəncədə doğulmuşam. Gəncədə oxumuşam universiteti. Və Gəncəliləri çox sevirəm. Gəncə mətbəxi. Akula. Necədir akula? Akula. Hə, deyirlər, yox, canavar abi. Canavar da qəşəkdir, bəli, bəli. Düz deyirsiniz, mən sizinlə razıyam, canavar afət. Akula adını mənə Zaur qoyub, xoşuma da gəlir əslində. Dökəlməmişəm, Papağın xoşladınız, papağın necə? Necə? İndi gedib mənim papağımdan axtaracaq. Gördüm, mən Gürcistanlı yerə getmişəm. Getdi Gürcistandan kişi tapdı, o da evli çıxdı. Kül qoyun başı. Şir də deyə bilərsiniz mənə. Şirafət. Şirafət lap yaraşır. Canavar afət. Akula. Şir, canavar, akula. Yazın görüm hansı. Getdim, öpürəm sizi. Maçellolarım mənim. Bizdə Avropa mədəniyyəti var. Sıra gün Surgutdaydım. Aeroportda dedilər, saqqız satılmır. Olmaz. Surgutdan izləyicilər varsa. Kurtlarımı da təzə almışam. Görürsünüz bu lələyi. Kurtlarımın içi belə lələkdir, lələk. Görürsünüz. Naturalım da. Sağ başını indi göstərir. Gedirəm halal zəhmətimlə pul qazanmağa. Başqasının ərini şantaj edib, bir doğub yox. O yol bizlik deyil. İngilis dili öyrəndim. O göstərmiş. Bu şey mənim Sapaşkından axtarır. Gördünüz? Hə, lələkli qurtqan var ki sənin. Yaxşı. Direktimə at bax. Getdim, öpürəm sizi. Mənim gözəl dostlarım. Bir nəfər var da xətrimə dəydi. Mənim lələkli qurtqama Allah elədim. Yo.